Bax, aşiqin əhvalından başlayırıq. Bahariyyədən yox. Çünki bizə əsas nə lazımdır? Aşiqin əhval. Bahariyyə bilirsən ki, baharın təsviridir. Orada söhbət nədən gedir? Baharın təsvirindən gedir. Biz indi bilməliyik ki, aşiqin əhvalı necədir? Bax, deyir ki, aləm qamusu bu dəmdə xoşhal, hə? Bax, aləm qamusu. Qamusu nə deməkdir? Hamısı deməkdir. Qamu, hamı deməkdir. Buradan yadında saxla. Aləm qamusu bu dəmdə xoşhal, yəni bütün aləm, hər kəs bu vaxt xoşhal idi. Halı xoş idi. Yəni belə tərsinə də fikirləşə bilərsən də bu sözləri. Xoşhal olmaq, yəni halı xoş idi. Mən öz işimdə fariğül bal. Yəni ki, mən də keyfim kök öz işimlə məşğul idim. Gah yerir idim çü ahu dağda, gah axar idim çü çuy bağda. Yəni ki, gah ceyran kimi dağda yeriyirdim, gah da deyir çayda axırdım. Yəni su kimi bağda axırdım. Daha doğrusu çay deyirəm, bağda axırdım. Gah könlüm ilə çəməndə xürrəm, yəni ki, gah çəməndə könlüm şad idim, xürrəm şad deməkdir. Gah könlüm şad idi, yəni çəməndə, gah da həmdəm ilə gəzəndə biğəm. Bu nə deməkdir? Yəni gah da qəmsiz gəzirdim. Sonra məşuq ilə eşqi tanımazdım. Yəni məşuq ilə eşqi tanımazdım, elə bildiyin kimi məşuq eşq. Yəni aşiq olmaq və birini sevmək necə bir şeydir bilməzdim. Heç kimə könül verim deməzdim. Öz peşəmə, öz işimə qane, heç kim yox idi ki, ola mane, bayaq dediyimiz kimi. Yəni mən öz işimdə məşğul idim, heç kim də mənə mane ola bilməzdi. Kim desə mənə ki, aşiq oldum, rüsvay dili xəlayiq oldum. Bax, ona görə aşiq olmaq, biabır olmaq deməkdir. Deyir, aşiq oldum, rüsvay dili xəlayiq oldum. Əbləh, yəni axmaq deyib gülərdim ona. Hər tənə ki var, qılardım ona. Yəni, mən o adamı axmaq adlandırıb lağa qoyardım. Çünki sənin ağlın yoxdur, aşiq olursan sən. Elə bilirdi ki, insanın əlində olan bir şeydir. Çünki özü yaşamamışdı o hissi. Sonra deyir ki, bir gün çəmən içrə seyr edirdim. Yəni ki, bir gün çəmən içrə seyr edirdim nə deməkdir? Deyir ki, mən bir gün çəməndə gəzirdim. Seyr edirdim, gəzirdim. Pərvanə misalı teyr edirdim. Yəni, pərvanə kimi uçurdum. Teyr etmək, uçmaq. Sərf hissəsi ağacın kölgəsində, bax, uca ağacın kölgəsində bir ləhsə xabə getdim. Yəni, biraz yuxuya getdim uca ağacın kölgəsində. Sonra, ay, düşsə, bu inşallah. Evet. Dəqiqə. Hə. Deyir, ruhaniyə ruh qıldı seyran. Yəni ki, ruha can tamaşa etdi. Gəl gör ki, mənə nə qıldı dövran. Amma bax, gör ki, mənə neynədi də həyat. Sonra, göründü gözümə bir pəriru. Yəni ki, gözümə bir pəri göründü, pəri üzlü qız göründü. Xoş ləhcəvi, xub cəmalı, xoşru. Yəni ki, xoş ləhcəli, xoş görkəmli, xoş üzlü. Çün seyr ilə gəldi mana yetdi, canı könül aldı beylə getdi. Yəni, gəzə-gəzə, seyr eləyərək, seyr eləmək gəzmək deməkdir. Gəzə-gəzə mənə çatdı, mənə yetdi. Sonra, canımı və könlümü alıb getdi. Yəni, canı könül aldı, beylə getdi. Canımı və könlümü alıb getdi. Qaşlar kəmanı kirpiyi ox, bax, qaşlarını kəmanaya bənzədir, kirpiyini oxa bənzədir. Aləm gözü qatda nərgisi şux. Yəni ki, aləmin gözündə şux nərgis kimidir. Oldum beyməsəl divanə bidar. Yəni ki, dəli kimi yuxudan oyandım. Nə məstü, nə aqiləm, nə hüşyar. Yəni ki, nə məstəm, məst deyiləm də, sərxoş deyiləm mənasında. Nə aqiləm, yəni nə ağıllıyam, nə, yəni, nətər deyim, məst olmaq mənasında deyir. Deyir ki, nə ağlım başımdan getməyib, nə də ağıllı deyiləm. Nə hüşyar da ki, nə də huşum, yəni yerində deyil. Bilmən özümü ki, xandəyəm mən, yəni bilmirəm ki, hardayam, xandəyəm, hardayam. Bilmirəm ki, özümü hardayam mən. Ya mürdəmi, yoxsa zindəyəm mən. Yəni, ölümüyəm, mürdəmi. Ölümüyəm, yoxsa dirimiyəm, zində. Bax, məsələn, deyirik ki, bir insan zindədir.
Yəni özündədir də, canlıdır, zindədir, hal-hazırda enerjisi özündədir. Yəni zində canlı deməkdir, diri deməkdir, mürdə ölü deməkdir. Yəni ki, bilmirəm artıq ölüyəm ya diriyəm mən. Ağlım ucu başımdan gedib mənim. Uzun gecələr səhər görünməz. Yəni ki, uzun gecələrin sonu görünmür ki, bu gecələrin səhəri olacaqmı görəsən? Zülmətdə mənə qəmər görünməz. Yəni zülmətdə mənə ay görünmür. Qəmər ay deməkdir. Bax, qəməri biz bir daharda görmüşdük. Sığmazamda görmüşdük, hə? Qəməri, bəli. Hə, şəms mənəm, qəmər mənəm. Yəni ki, günəş mənəm, ay mənəm. Burada da qəmər, ay deməkdir. Sonra, bu yola ilahi yoxmu payan? Yəni ki, bu yolun ilahi yoxdurmu sonu? Bu dərdə ilahi yoxdurmu dərman? Biçarəvi zarü nətəvanam, yəni ki, biçarəyəm, tapsızam və gücsüzəm. Mən taqətxəm nəmi tavanam, yəni ki, mən gözü yaşlıyam. Yar zülfü təki günüm qarardı, yəni ki, yarın saçı kimi, zülf saç deməkdir. Yarın saçı kimi günüm qarardı, yar ağzı kimi yerim darardı, yəni yarın ağzı kimi yerim daraldı. Bilmən necədir kəminə halım deyir, sonra bilməm necədir kəminə halım, artır dinli gün qəmi məlalım. Yəni ki, bilmirəm necədir yazıq halım, kəminə yazıq deməkdir. Yazıq halım artır hər gün qəmim, gün qəmi, məlalım, qəmim və əzabım daha doğrusu. Sonra da mənasını verib, indi keçirik birinci məktuba. Birinci məktubda deyir ki, gəldi və əlimdən aldı məktub. Əzm etdi yerdə sui məhbub. Yəni ki, burada gəldi və əlimdən məktubu aldı, hərəkət etdi, yeridir məhbubat tərəf yeridir. Gah dağ üzə əsdi, gahi daşda, gah xüşk üzə əsdi, gahi yaşda. Yəni ki, gah dağda, gah da daşda yeridir, gah da quruda, gah da suda yeridir. Sürdü qatı atın ol vəfadar, ol bağa erişdi qandadır yar. Yəni ki, o vəfadar atını sürətlə sürüb, bağa gəlir ki, yarının yerini öyrənsin. Sonra gördü ki, bir adlı şah imiş ol. Nə yerdə fələkdə mah imiş ol. Yəni ki, o şah imiş, yerdə deyil, göydə ay imiş. Mah da ay deməkdir. Gülşəndə bülənd otaq eyvan, yəni güllükdə hündür otağı və eyvanı var. Səncərlə Səlatin ana divan. Yəni ki, məclisində Səncər və Sultan oturub. Qarşıda durur mələk yasavul, yəni mələk qoruqçudur. Hər kimi görür, edir ki, savul. Yəni, kim onu görürsə ona qulluq edir. Tutmuş yüzü birlə nur bağı, eyvanı fələkdədir otağı. Yəni, bağı ətraf aləmi tutub, otağı da göy üzündədir. Yəni, biz buradan artıq öyrənirik ki, bu nəymiş? Pəriymiş, hə? Sonra. Ondan sonra deyir ki, çün gördü anı səbayı miskin. Yəni, bunu yazıq Səba gördü. Yazıq Səba. Bax, miskin yazıbsa, bu ərəb sözlərində həmişə tire qoyulan sözlər var, bu sözlər, belə sözlər. Bax, bunlar həmişə tərsindən oxu. Miskin Səba. Yəni, yazıq Səma. Səba da doğrusu, Səma nə idi? Nəysə, çəkdi cilovunu, oldu qəmgin. Yəni ki, qəmgin oldu. Burada başa düşdüyümüz kimi Səba qəmgin olur. Hə, atın cilovunu çəkir burada da. Çəkdi cilovunu deyəndə atın cilovundan söhbət gedir. Hə, kim bu pəridir cahanda məşhur? Xudbini cəmalı hüsnə məğrur. Yəni, atın cilovunu çəkir ki, bu cahanda məşhur pəridir. Səba ona görə qəmgin olur. Atın cilovunu çəkib nəyə görə qəmgin olur? Görür, bu pəridir. Başa düşdün, insan deyil. Orada artıq elə bil bir yelkənlər onu bürüyür. Hə, sonra digər misrada da bu xudbini cəmalı hüsnə məğrur, yəni özünü sevən və gözəlliyi ilə özünü öyəndir. Yəni ki, özündən razıdır. Bu fikirləşdi ki, bu həm pəridir, həm özünü sevəndir, həm özündən razıdır. Sən təsəvvür elə, vay aşıqın halına deyə təsəvvür eləyir də bu. Ki, yəni belə insan gör aşıqa baxandımı, buna fikir verəndimi, heç fikir verməyəcək, oralı da olmayacaq. Sonra
Deyir, necə varım indi həzrətinə, ta irişə ərzə xidmətinə. Yəni, deyir, ay Allah, mən indi onun yanına nətər gedim, məktubu ona nətər çatdırım. Sonra, durmuşdu Səba qılıb təfəkkür, barmağını dişlib əz təhəyyür. Yəni, Səba fikirləşə dayanmışdı, barmağını dişləyərək mat qalmışdı. Yəni, deyir, görəsən nə çarə tapım. Oturdu Səbavi ol yeridir. Yəni, birdən önünə bir qoca gəldi Səbanın. Nagah önünə çü gəldi bir pir. Yəni, Səba oturur və bağban onun yanına gəlir əslində. Burada bağbandan söhbət gedir. Amma bu pir deyəndə qoca deyə nəzərdə tutur. Yəni ki, onun qabağına bir qoca gəlir. Xoş şəkli şəmail özü dilgir. Yanına gəlib Səba rəvani söylədi ana sözün nihani. Yəni ki, deməli, birdən onun qabağına qoca gəlir. Qocanın da xasiyyəti gözəldir. Xoş şəkil şəmail özü dilgir. Yəni, xasiyyəti gözəl, özü dilgir, qoca demək dilgirdə. Deməli, Səba bağbanın yanına gəlir. Gözəl sözlə gizli sözünü ona deyir. Nihani gizli deməkdir. Sonra, deyir ki, sordu ana kim? Səba mısan sən? Bağban soruşur ki, sən Səba mısan? Eşq əhlinə aşina mısan sən? Yəni ki, sən bilirsən, eşq əhlinə dostsan, yoldaşsan, eşq əhlindən xəbərin var. Kim aşıqı xəstədən gəlirsən, halından anın xəbər bilirsən. Yəni ki, xəstə aşıqın yanından gəlirsən, onun halından xəbər bilirsən. Səba da deyir, aydır ki, bəli, Səba mənəmdir. Bax, bayaqları testdə gördüyümüz beyt. Deyir ki, Səba deyir ki, Səba mənəm. Sözüm yetirim xanı sənəmdir. Yəni, sözümü məşuqəyə yetirin. Aydır ki, mənəm ol ey xoş avaz. Səba dedi ki, mən o xoş səsli mənəm. Ölülərə can verən, ölmüşlər üçün Məsihdən misal. Yəni, ölülərə can verən Məsih kimiyəm. Bağban da deyir ki, mən dəxi nigarə bağbanam. Yəni ki, mən bir elə belə bağbanam. Aşiqlərə yarı mehribanam. Aşiqlərə dost və mehribanam. Mən demiş idim sana ki, gəlsin, məşuqə nədir sözünü bilsin. Yəni ki, mən demişdim ki, sən gələsən, məşuqənin fikrini öyrənəsən də. Sonra, oldur oturur otaq içində, sən birdən otur bu bağ içində. Yəni ki, o otaq içində oturur, sən də bu bağın içində otur. Məşuqədən söhbət gedir ki, o otun içində oturur. Sən də bu bağda otur. Mən varayım ol nigar qatına, ol dilbəri gülüzar qatına. Yəni ki, mən o dilbərin yanına gedərəm. Könlün görəyim ne çüktür anı, sözün deməki ona təvanı. Yəni, görüm onun könlü necədir, bu aşıqın sözünü mən ona görüm deyə biləcəm, deyə bilməyəcəm də bir həyalını, əhvalını öyrənim. Yəni, birdən atom bombası kimi əsəb olar, deməyək də ki, aşıq ölür dərdindən. Deyir, qoy hələ bir yoxluyum, bir görüm əsəbidirmi, yoxsa mehriban günündədirmi, yəni sol tərəfindən qalxıb, sağ tərəfindən qalxıb onu öyrənək, onu demək istəyir burada. Ondan sonra qıldım, bax, deyir, qıldım alı bən nəzər bə məktub, söz deməyə fürsət istər idi. Yəni ki, Səba bağda oturur, qılır da, yəni, Səba bağda oturur və o söz deməyə fürsət axtarır. Ondan sonra, deyir, qulluğa irişdi, durdu birdən, könlünü aradı, gördü xürrəm. Yəni, bağban da gedir, onun qulluğuna çatır, məşuqənin halına baxır ki, görüm nətərdir məşuqə. Məşuqə də görür ki, xürrəm, yəni xoşdur. Ondan sonra deyir, xəndan çəmən içrə tazə gül tək, boynu sürahi, dodağı mültək. Yəni, boynu sürahi kimidir, dodağı şərab kimidir. Bax, ona görə deyirəm ki, ən çox aşiqin mənəvi aləmi var burada. Pərinin isə ancaq gözəlliyini təsvir edir, içini yox. Yəni, görür ki, o sürahi kimi boynu var, dodağı təzə gül kimidir, özü çəməndə açılmış gül kimidir. Sonra, deyir, fikirləşir ki, aydır ki, deyim sözü məhəldir. Yəni, sözü artıq deyə bilərəm. Könlü fərahüdəmi gözəldir. Yəni, könlü fərəhli və keyfi kökdür. Bir qatla özünə eylədi fərs, bəs qıldı nigarə sözləri ərs. Yəni, özünü ciddi göstərdi və nigarə sözləri danışmağa başladı. Bax, ondan sonra deyir ki, aydır ki, ayə dəm afitabi.
Burada nə deyir? Deyir, ey günəş, ey dəm aftabı. Bir söz desəm, eyləmə itabi. Yəni ki, sənə bir söz deyəcəm, amma məni danlama. Yox gəlməgə heç məcali gördüm. Yəni ki, bir xəstə qasid görmüşəm. Bax, burada deyir, bir qasidi xəstə hali gördüm. Yox gəlməyə heç məcali. Yəni ki, bir xəstə qasid gördüm, gəlməyə heç macalı yox idi. Gəlməz ziyalığa həzər qılır ol, dərgaha sarı nəzər qılır ol. Yəni, burada da deyir ki, yanına gəlməyə çəkinir o. Səbadan söhbət gedir ha bu arada. Ki, Səba yanına gəlməyə çəkinir, dərgahına uzaqdan baxır. Vardım yanına dedim nə kəssən? Getdim yanına dedim ki, yəni sən kimsən? Kim əhli səfər zəbun fərəssən. Yəni ki, səfərdən gəlirsən və qüvvətsizsən. Gördüm yazılı kəlam B məhbub. Əlindən məktubu alıb baxdım, gördüm məktub yazılıb. Yazılmış ayə əmiri Xuban. Yəni ki, məhbub haqqında yazılıb. Yəni eşq haqqında yazılıb. Dərd ilə ölür mən, eylə dərman. Yəni ki, yazılıb ki, ey gözəllər əmiri. Bax, deyir, ey gözəllər əmiri, dərd ilə ölür mən, eylə dərman. Yəni, dərddən ölürəm, mənə dərman elə. Oldu qəm iləm belim xəmidə, yəni qəm belimi büküb qozbel olmuşam. Rəhm elə mənə, ey nuri didə. Yəni ki, ey nur gözlü, mənə rəhm elə. Ol dəm ki, mən ol cəmali gördüm. Yəni, o vaxt ki, o dəm, həmin dəm, həmin an, mən o cəmali üzünü gördüm. Özümdən özümü xali gördüm. Yəni, özümdən özümü xəbərsiz gördüm. Ondan sonra deyir ki, bir əqlü kəlamı huş buldum, yüz dərdi bəlaya tuş buldum. Yəni ki, ağılsız və huşsuz oldum, yüz dərdə və bəlaya tuş oldum. Yəni, burada başa salır ki, mən səni görmüşəm, vurulmuşam və mən yaxşı deyiləm da, yəni artıq vəziyyətim nəsə o deyil. Ondan sonra deyir ki, çox oldu könüldə fikri fasid, qıldım bu yola səbanı qasid. Yəni, çox oturdum, çox fikirləşdim, götür qoy elədim, axırda səbanı sənə göndərdim. Öz halımı ərşi fəz qıldım, yaşımla bitikini yaş qıldım. Yəni ki, öz halımı məktubla sənə bildirmişəm, göz yaşımla bu yazını yazmışam sənə. Bu vəcc ilə halım etdim elan, şərhlərdən olur qədaya ənam. Yəni ki, öz halımı məktubla sənə bildirdim, göz yaşımla bu yazını yazdım. Bura qədər başa düşdün Mehdi? Bəli. Tamam. Aha. Sonra eşitdi bu sözü Çin pəruru, aydır, nə söz idi söylədim bu. Yəni, pəri bu sözləri eşidəndə deyir ki, bax bu nə idi mənə dedin sən, yəni deyiləsi şey idi. Mən keyfimin bu saz vaxtında gəlib deyirsən ki, belə-belə sənin dərdindən ölən var. Yəni, pəri fikirləşir ki, mən neyim mənim dərdimdən ölən varsa o, çünki eşq cəhətdən fikirləşmir axı, həm də biri pəridir, o biri insandır. Yəni, ona yuxarıdan aşağı baxır bu dəqiqə. Ona görə deyir ki, bu nə söz idi dedin? Bax, sən bilməmisən ki, mən nə şaham, huri həşamı, mələk süpaham. Yəni, mən şaham, huri kimiyəm, mələyəm. Yəni, şey oldu ya, elə bil ki, İmadəddin Nəsimiyə dönüşdük. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Özünü qoydu dağın təpəsinə ki, mən şaham, pəriyəm, mələyəm. Sən kimsən ki, sən gəlib mənə deyirsən ki, sənin dərdindən ölən var. Hə, deyir, kirpiyi qaş yay ilə oxam. Yəni, kirpiyim qaşım yay kimi oxdur. O bilməzsə də sən bilirsən. Yəni, o ola bilər, o axmaqdır indi, başı çatmır onun xəbəri yoxdur da, cəsarət eləyib, ürək yeyib. Sən ki bilirsən, yəni sən nə cürətlə gəlib mənə bunu deyirsən. Bu həsrəti bəs nədən qılırsan? Sonra, var gül decil ol rəsulə gəlsin. Yəni, deyir ki, get o Səbaya da elçiyə get denən ki, gəlsin. O sözləri nə qabilə gəlsin. Yəni, o sözləri qəbul olunmayana de gəlsin. Yəni, elə bil elçiyə sözləri qəbul olunmayana. Yəni, elçinin sözünü mən qəbul eləmirəm demək istəyir burada.
Deyir, kimdir görəyim gəlir buradan, vaqif olayım bu macəradan. Deyir ki, görüm kimdir hardan gəlir, bu əhvalatdan bir xəbərdar olum. Allaha səba qılıb təfəkkül yeridir rəvani bitəlül. Yəni, səba Allaha ümid bağlayır, yavaş-yavaş bəhanəsiz gedir bunun yanına. Görsətdi səlamı üzzü ikram, istərdi kəlamın edə elam. Yəni, yavaş-yavaş gedir onun yanına, ona hörmətlə salam verir. Və istəyir ki, sözünü deyə. Öpdü ədəb ilə astanı, yəni qapının astanasını öpdü və ol sərvi səhvçü gördani, yəni o sərv boylu onu gördü. Sordu, nə gərək hərzə mərzə, kim dedi sana ki, gəl bu mərzə? Yəni ki, sənə bu hərzə mərzə deyəndə mənasız hərəkət deməkdir də, boş-boş işlər. Deyir ki, bu boş-boş işlər nəyə lazım idi da? Bax, sənə kim dedi ki, bu yerə mənim məkanıma gəl, mənim keyfimi saz vaxtı mənim keyfimi pozuyla. Yəni bunu orada danlayır. Elə ilk məktubda danlayır ilk eşidən kimi. Yırtdı əlindən alıb kitabın, saydı yüzünə uyi babin. Bax burada da məktubu cırdığı istədi, məktubu cırır. Hə, və üzünə elə bil onun eyiblərini deyir də. Ondan sonra gül yüzlü səbanı xar qıldı. Yəni ki, gül yüzlü səbanı alçaltdı. Yazıq səba qaldı boynu bükük. Ondan sonra ikinci məktubda deyir ki, qayıtdı səba zidərgahışa, qəmnə məlul düşdü bərrah. Yəni, səba şahın dərgahından artıq geri qayıdır mələyin yanına və qəmli və kədərli hala düşüb. Deyir, kim necə varım ol fəqirə, biçaravi xəstədil həqirə. Yəni ki, mən indi fikirləşim ki, mən necə gedim o fağırın yanına, biçarənin yanına, xəstənin yanına, mən nə tər gedim deyim də. Dəxi nə yüz ilə varım anda, ümid ilə qasid etdim onda. Yəni ki, o ümid ilə məni göndərmişdi, amma mən əli boş qayıdıram. Mən indi ona gedim bunu nə tər deyim. Ya anda nə çık verim cavabı, göndərdi itab ilə xitabi. Yəni, deyir ki, ümid ilə məni göndərmişdi, mən ona necə cavab verim indi. Ondan sonra deyir, göndərdiyi tabilən xitabı, yəni ki, məşuqə cavabı danlanma ilə verib. Çün 7 dedim ki, nikuha, yəni, bax burada deyir ki, halın necədir, zil zəhmət rah. Yəni, səba gəldi, aşiq də səbaya dedi ki, halın necədir? Həm söylə, nigar sağ əsənmi? Yəni ki, nigar sağ salamatdır mı? Deyir. Yəni, burada deyir olan şeyə aiddir, səbaya aiddir. Yəni, dedi. Məşuqə, bax, deyir ki, kimdir ol xəsüsü xəmdar, ol fitnəli yar sağ əsənmi? Yox, əstəğfurullah, bu birinci deyir olan aşiqə aiddir. Aşiq deyir ki, bu fitnəli yar sağdır mı? Yerindədir mi? Yəni, salamatdır mı? Ondan sonra Səba deyir ki, sağdır, əsəndir o pəri. Səndən vəli eləmiş bəri ru. Yəni ki, əhvalını ona dedim. Deyir ki, səndən daha doğrusu pak üzlüyə deyir, xəbər elədim, əhvalını ona dedim, ərzinə yetirməyini bildim. Yəni ki, məktubu ona yetirməyi bacardım. Xışm etdi, haman dəm əsəri naz. Yəni ki, acıq etdi həmin an. Məşuqə acıq elədi, əsəbləşdi. Çox ərbada naz qıldı ağaz. Yəni ki, çox dava elədi məndən. Yırtdı aluban yazan kitabı, məktubu çırdı. Biş etdi ita bilən xitabı, yəni ki, hiddətlə mənə cavab verdi. Qıldı məni xəstəni məlamat, yəni məni danladı. Başıma qopardı 100 qiyamət, yəni başımda 100 qiyamət qopardı. Fəryad fəğan üzərrə düşdü, öqdə özünü qılıb mükərrər. Yəni ki, deyir ki, fəryad fəğani zərrə düşdü, yəni özünü dəfələrlə öydü, dil bunu eşitdi, narə düşdü, yaş etdi ümid evini parə, söktüm yenə bəxti nəbəkərə. Yəni, fəryada zara düşdü, ümidləri puç oldu, bunu ucu aşiq eləyir, bax, bu hissə var ya, buradan bura olan hissə. Bu, daha doğrusu, bu hissə yox. Bax, bu dil olan hissədən. Bu fəryad fəğan zərrə düşdü, öqdə özünü qılıb mükərrər. Bu məşuqa aiddir. Məşuq olan hissəyə aiddir. Bunun altındakı aşiqa aiddir. Ki, bunu eşitdi, fəryada düşdü, ümidləri puç oldu, öz bəxtinə söydü batırdı ki, belə bəxt olmaz olsun.
Gördü alınmadı da. Elə bilirdi ki, bir məktubla iş həll olacaq. Elə deyəsən Eremdə də buraya qədər idi, hə? Bəli, bəli. Hə, tamam.